Sabit müəllim, axşamınız xeyir olsun, salamlayırıq sizi. Axşamınız xeyir. Biz 2-ci Qarabağ müharibəsindən sonra dəfələrlə bu cür hallarla rastlaşmışıq. Zəngilanda istiqamətində oxçu çayın çirkləndirilməsi, daha sonra 2022-ci ildə avqust ayında Ermənistanın Laçından çıxarkən evləri yandırması, meşələri yandırması, eyni hadisənin müharibədən sonra Kəlbəcərdə baş verməsi və bu cür hallar qarşısında biz təbii ki faktlarla, sübutlarla beynəlxalq aləmdə də çıxış etmişik. Amma Ermənistanın ekoloji fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların hər zaman səssizliyini görürük. Bu səssizliyi siz necə izah edə bilərsiniz? Sizin fikrinizcə bu ikili standartların göstəricisidirmi, yoxsa siyasi maraqlar ekologiyadan daha önəmlidir? Bilirsiniz, bu məsələdə fikrimcə demək siyasi məsələlər yox, iqtisadi məsələlər daha vacibdir Ermənistan üçün. Misal üçün, biraz öncə Metamor atom elektrostansiyası haqqında söhbət getdi. Bu atom elektrostansiyası Ermənistanın elektrik enerjisinə tələbatını təxminən 30%-ni təmin edir. Bax, əsas problem bundandır ki, yəni bu stansiya bağlansa Ermənistan çox ciddi problemlər qarşısında olacaq. Və siz qeyd etdiniz ki, Azərbaycan hökuməti, Azərbaycan vətəndaş cəmiyyəti qurumları beynəlxalq səviyyədə səslərini ucaldır, tələblərlə çıxış edir. Bu belədir. Amma tək bizim ölkə deyil çıxış edən bu etirazlarla. Misal üçün, Metamor atom elektrostansiyasının dayandırılmasına dair Avropa Birliyi dəfələrlə Ermənistan hökumətinə müraciət edir. Hətta 200 milyon avro vəsait ayırıb ki, bu stansiya mütləq bağlanmalıdır. Yəni, mütəxəssislərin apardığı təhlillərə əsasən bu stansiya çox ciddi təhlükələr riskini yaradır. Öncə qeyd edildi, Ermənistan ərazisi yüksək bu zəlzələ seismik zonasına məxsusdur və burada 7-9 bal arasında zəlzələlər ehtimalı böyükdür. Və əgər xatırlayırsınızsa, 89-cu ildə Spitakdakı zəlzələdən sonra bu stansiyanın fəaliyyəti dayandırılmışdı. Sonradan neçə il keçdikdən sonra yenidən bərpa edildi və dəfələrlə həmin MAQATE, həmin Avropa Birliyi təkid edirlər ki, bu stansiyanın fəaliyyəti dondurulmalıdır, dayandırılmalıdır. Vəsait də ayrırlar. Amma indi Ermənistan hökuməti də çıxılmaz vəziyyətdədir. Onu da indi qəbul etməliyik də. Çünki elektrik enerjisi əlbəttə ki, təmin edilməlidir. 30% də kiçik rəqəm deyil. Bunlarla yanaşı mən fürsətdən istifadə edib dağ mədən müəssisələrinin yaratdığı risklər haqqında da danışmaq istərdim. Ermənistanın mədən sənayesi təxminən yox, dəqiq, yəni 24 şirkət qeyd oluna bilər. 24 mədəndə bunlar müxtəlif qiymətli metallar, ağır metallar, polimetalları, bunların filizlərini hasil edir, sonra təmizləmə prosesləri həyata keçirilir. Və bu zaman bu proseslər həyata keçirilərkən zəhərləyici maddələrdən, kimyəvi maddələrdən istifadə edilir. Ağır metallar nəticədə çox ciddi təhlükələr yaradır. Ermənistandan Azərbaycan ərazisinə axan 5 çay var. Bunların ikisi Naxçıvan üzərindən Araza axır. Bu Arpa çaydır, sonra Cəhri çaydır. Daha ikisi Qarabağ zonasındadır. Oxçu çay və Bərbuşat çay. Və bir çay da Gürcüstan üzərindən Azərbaycana daxil oldu. Bu 5 çay dağ mədən müəssisələrinin fəaliyyəti nəticəsində çox ciddi çirklənmə risklərinə məruz qalmaqdadır.
Vəziyyət belədir. Sabit müəllim, ümumiyyətlə Oxçuçay və digər transsərhəd su hövzələrinin çirkləndirilməsi, siz də qeyd ediniz, əslində artıq ciddi bir ictimai səhiyyə böhranına da çevrilmək üzrədir və bu məsələni effektiv şəkildə beynəlxalq gündəmə daşımaq üçün sizcə hansı real mexanizmlər işə salınmalıdır? Bilirsiniz, burada qeyd olundu öncə ki, Ermənistan ESPO konvensiyasının tələblərinə lazım olan səviyyədə riayət etmir. Amma başqa bir konvensiyada var, BMT-nin transsərhəd axın su axınları və beynəlxalq göllər haqqında konvensiyadır. Bax, həmin konvensiyanı bugünə qədər Ermənistan nə imzalayıb, nə ratifikasiyadan keçirib və bu konvensiya əsas konvensiyadır. Bu konvensiyanı Ermənistan imzalayarsa, demək, Azərbaycan hökuməti ilə Ermənistan hökuməti birgə xüsusi bir orqan yaratmalı olacaqlar və birgə monitorinqi həyata keçirməli olacaqlar. Yəni, daima bu çaylar üzərində, çaylardakı suyun təmizliyi üzərində monitorinq həyata keçiriləcək. Halbuki bugün belə monitorinqlər, baxın, Ermənistan beynəlxalq mədən sənayesində şəffaflıq təşəbbüsünün iştirakçısıdır. Və sonuncu hesabata əsasən 24 dağ mədən müəssisəsindən yalnız 8-i monitorinq hesabatını təqdim edib. Bu nə deməkdir? O deməkdir ki, ciddi problemlər var. Ermənistan hökumətinin bu konvensiyaya qoşulmaması və onun göstəricisidir ki, bax, sanki etiraf edirlər ki, bizdə ciddi problemlər var. Ona görə biz nail olmalıyıq ki, Ermənistan bu konvensiyanın üzvü olsun və Azərbaycan hökuməti, Azərbaycan vətəndaş cəmiyyəti bu çaylar üzərində Ermənistanın ərazisində monitorinqi həyata keçirə bilsinlər. Bu çox vacibdir. Bəli, Sabit müəllim, növbəti il 2026-cı ildə Bakının əslində Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi əslində ölkəmiz üçün bir çox imkanlar yaradır və sizin fikrinizcə bu platformadan istifadə edərək Ermənistanın ekoloji cinayətlərini dünya ictimaiyyətinə daha güclü formada çatdırmaq mümkün olacaqmı? Çünki biz COP29 zamanı da bəzi şeyləri əslində beynəlxalq auditoriyaya çatdırdıq, amma sırf ekoloji terrorla bağlı Ümumdünya Ətraf Mühit Gününün Azərbaycanda bir ekoloji terrorun qurbanı olan ölkədə keçirilməsi həm də Ermənistanın məsuliyyətə cəlb olunması istiqamətində müsbət bir ev sahibliyi etmək demək deyilmi? Əlbəttə, siz haqlısınız. Mən yenə də təkrar etmək istərdim ki, Ermənistanın qeyd etdiyim transsərhəd su axınlarının və beynəlxalq göllər haqqında konvensiyasına Ermənistanın qoşulması çox vacibdir. Biz buna nail olmalıyıq. Biz buna nail olarıqsa, biz Ermənistan ərazisində, çünki biz bugün bunu edə bilmirik. Bu monitorinqi həyata keçirə bilmirik. Bilirsiniz, amma konvensiyanın üzvü olsa Ermənistan, əlbəttə ki, monitorinqi həyata keçirmək mümkün olacaq. Bayaq qeyd etdim, dağ mədən müəssisələrindən, 24 müəssisədən yalnız 8-in monitorinq hesabatlarını təqdim edir. Bu hesabatlar həm rüblük xarakter daşıyır, həm illik xarakter daşıyır. Daşımalıdır daha doğrusu. Amma ki, bax, vəziyyət belədir. Çox sağ olun Sabit müəllim, ətraflı fikirləriniz üçün təşəkkür edirik sizə, minnətdarıq. Buyurun, mən təşəkkür ederim. Bəli, qeyd edelim ki, bizimlə birbaşa bağlantıda Environmental Protection First koalisiyasının üzvü Sabit Bağırov idi və biz Sabit müəllimlə Ermənistanın ekoloji fəaliyyəti ilə bağlı bir çox məqamları müzakirə etdik. Xüsusilə Metsamor Atom Elektrik Stansiyası ilə əlaqəli məqamları və təbii ki, mənim sonuncu sualım da Sabit müəllimə 2026-cı ildə Bakının Ümumdünya Ətraf Gününə ev sahibliyi etməsi ilə bağlı idi.